Bakı və İrəvana şok xəbərdarlıq, Kreml Paşinyanı devirib sonra 01-11-2025 09-27 Bakı və İrəvana şok xəbərdarlıq, Kreml Paşinyanı devirib sonra 1761972531 0 Cənubi Qafqazda Qərblə Rusiyanın ölümüdirim savaşı güclənir, Ermənistanın Moskvanın orbitinə qayıtmaq riski var. Amerikanın National Interest nəşri Ermənistan baş naziri Nikol Paşinyanın siyasi fəaliyyətini təhlil edib. Qəzetə görə daxili tənqidlərə baxmayaraq, Ermənistan lideri Güney Qafqazda sülh və inteqrasiyaya nail olmaq üçün səylə çalışır. Müəllifi Joseph Epstein olan məqalədə qeyd olunur ki, üfüqdə yekun sülh müqaviləsi və gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı stavkalar yetərincə yüksəkdir və Paşinyan hakimiyyətdə qalarsa, ölkəsini çoxdan gözlənilən sülh dövrünə daşıya bilər. Əks halda, qonşu Gürcüstan kimi Ermənistan da Moskvanın orbitinə geri dönmək riski ilə üzləşəcək ki, bu da regionda münaqişəni yenidən alovlandıra bilər. Nəşr hesab edir ki, əgər ABŞ sülhü təmin etmək istəyirsə, Paşinyanın siyasi varlığını təmin etməlidir. Vaşinqton həmçinin sülhə qarşı çıxan varlı erməni diasporların təzyiqinə qarşı durmalıdır. Ermənistanın tranzit ölkə kimi rolu ABŞ-ın maraqları üçün birbaşa əhəmiyyət kəsb edir. Tezliklə sərhədləri aça biləcək sülh müqaviləsi ilə Ermənistanın şərqlə qərb arasında əsas tranzit mərkəzi kimi özünü təsdiqləmək üçün unikal fürsəti var, xüsusən də Rusiya, İran və Qırmızı dənizdən keçən marşrutlar qlobal münaqişələr səbəbindən qeyri-sabit hala gəldiyi bir vaxtda, deyə müəllif vurğulayır və ardınca bildirir ki, Moskvanın geri çəkiləcəyi ehtimalı azdır. Çünki Rusiyanın İrəvandakı səfiri Kopırkin açıq şəkildə ölkəsinin nəinki Cənubi Qafqazı tərk etmədiyini, üstəlik Gümrüdəki bazasının Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli bir struktur olduğunu bildirib. Müəllifin sözlərinə görə, Paşinyanın uğur qazanmasına dəstək ABŞ üçün yalnızca bir liderin mövcudluğu məsələsi deyil, bu, sülhün və suverenliyin postsovet məkanında birlikdə mövcud ola biləcəyinin sübutudur. Əgər Moskva Paşinyanı vəzifəsindən uzaqlaşdırmağa müvəffəq olsa, çox güman ki, revanşist ermənilərin narazılığından və millətçiliyindən istifadə edib Azərbaycanla münaqişəni yenidən alovlandıracaq, iki tərəfi bir-birinə qarşı qoyacaq və vaxtilə olduğu kimi onları Rusiyanın təsiri altına salmağa salacaq. Ermənistanın gələcəyi və bəlkə də hətta bölgədə sabitlik bundan asılıdır, Joseph Epstein fikrini tamamlayıb. Bu arada isə Rusiyalı analitik Andrey Nikulin Envermnatsakanyanla bir gün proqramında son dərəcə təxribatçı bir açıqlama verib. Onun iddiasına görə Rusiyada belə bir mövqe mövcuddur ki, 100 il əvvəl baş vermiş hadisələrin Qafqaz regionunda yenidən təkrarlanması istisna deyil, Azərbaycan və Ermənistan üçün yoldaş Frunze ssenarisi təkrarlana bilər. Onun sözlərinə görə, güya Moskvanın regiona qayıdaraq respublikaları özünə tabe etməsi variantı tamamilə mümkündür. Alen Simonyan, Azərbaycan və Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər edəcəklər. Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfərlər edəcəklər. Oxu, Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib. Onun sözlərinə görə, tərəflər arasında müzakirəsi lazım olan hələ də çox ciddi problemlər qalır. Bununla belə, əlaqələr yenə də davam edəcək və biz bu əlaqələri dərinləşdirəcəyik. Biz dedikdə, mən Azərbaycan tərəfinin də bu siyasətə sadiq olduğunu nəzərdə tuturam, deyə o bildirib. Vətən müharibəsinin 36-cı günü döyüş əməliyyatları davam edir. 2020-ci il noyabrın 1-i bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin 36-cı günü. Oxu, Az xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqda davam edir. Tərtər şəhərini və rayonun Şıxarx qəsəbəsini, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutur. Azğın düşmənin cavabı ön cəbhədə verilir. Ermənistan silahlı qüvvələrinin 022 sayılı xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilir. Hərbi hissənin şəxsi heyətinin 70% ölənlər və yaralılar olmaqla zərərsizləşdirilir. Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 qrad qurğusu məhv edilir, silah-sursatı qənimət götürülür. Həmçinin bu ərazidəki mövqelərimizi atəşə tutan düşmənin 2 artilleriya batareyası, 1 piyadaların döyüş maşını, 8 müxtəlif tipli top, 2 rabitə gülləsi,
İkisi sursatla dolu olmaqla 7 avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilir. Beləliklə, müharibənin 36-cı günündə də üstünlüyün Azərbaycan ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir. Əks hücum, ordu Rusların nəzarətindəki əraziyə girdi. Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna qoşunları əks hücum əməliyyatına başlayıb. Axar az xəbər verir ki, bu barədə Economist'in jurnalisti Oliver Kerolhay hesabında yazıb. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə əsas logistik marşrutları bərpa etmək məqsədi ilə Pokrovsk bölgəsində cəsarətli əks hücum aparılır, o yazıb. Kerol həmçinin Rusların nəzarəti altında olduğunu iddia etdiyi ərazilərə helikopterlərin eniş etdiyini əks etdirən video yayımlayıb. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Pokrovskda təmizləmə əməliyyatı keçirir. Bu barədə Ukraynanın müdafiə qüvvələrindəki mənbələr məlumat yayıb. Bildirilir ki, əməliyyatda Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və aviasiyası iştirak edir. Hərbi kəşfiyyat təyyarələri şəhərin Rusiya komandanlığının nəzarəti altında hesab etdiyi ərazilərə daxil olub.